Rüzgarın ölümü xəbərlərinə yazılan şərhlərdən xəbərdarsınız yəqin ki. Axşama qədər mentalitet söyüb geriliyi lənətləyə bilərəm, amma bunun bir mənası yoxdur. İllərdir göy qurşağı xəritəsində Azərbaycan LGBTQR+ fərdlər üçün Avropada ən təhlükəli ölkədir. Azərbaycan qanunvericiliyi hələ də queerləri sosial qrup kimi belə qorumur. Yəni bütün petuxları yandırmaq lazımdır çağırışını dövlət cinayət saymır. Deməli, bu hüquqi diskurs problemidir, bu qətl də siyasidir. Amma bu qətlin və xəbərə yazılan alçaq şərhlərin arxasında təkcə cəzasızlıq yatmır. Ortada bir ideoloji təşviq var. İllərdir aparılan dehumanizasiya siyasəti, dövlət ASTV, İctimai TV-də daxil olmaqla bütün informasiya resurslarında queerləri insanlıqdan çıxarır, təhdid halına gətirir. Dövlət onları bütün təbliğat alətlərində düşmən, Qərbin ölkəmizə ailə dəyərlərimizi dağıtmaq üçün soxduğu sosial qrup kimi etiketləyir. Dövlət öz vətəndaşına deyir ki, onun bir qrup vətəndaşı sadəcə var olduğu halda cəmiyyətə təhdiddir. Beləliklə qatilə dəstək olan, Rüzgarın ölümünə sevinç şərhi yazan 4 yaşlı uşaq böyüdən bir ana bir canlının ölümünə sevinmir. Queer gənc onun beynində düşmən, təhdid kimi freymlənib artıq. O insanlıqdan çıxarılıb, kütlə zehnində ağrı hiss eləyən varlıq yox, bir maşındır, agentdir. Dövlət Qərblə anlaşmazlıq yaşayanda, Qərb meyilli müxalif insanları gözdən salmağı planlayanda, feministləri söydürmək istəyəndə queerləri qurban kimi ortaya atır. Moral panika yaradır, bu insanlar ailəmizi dağıdırlar deyir, cəmiyyətin yığılmış nifrətini həmin zəif, həssas qrupa kanalizə eləyir. Səhərdən axşama milli mənəvi dəyərlərimiz əldən gedir ağlaşması quran, homoseksualları insan qrupu kimi yox, yadelli kimi təqdim eləyən, dehumanizasiyaya təkan verən hər kəs bu qətlin məsuliyyətini daşımalıdır. Dövlət nəhayət bir nöqtədə dayanıb, özünün qəbilə yox, hüquqi bir struktur olduğunu xatırlamalıdır. Sənətçilər, azca təsir imkanı olan hər kəs dövlətə çağırış eləməlidir ki, güc bu düşmənləşdirmə siyasətinə son qoysun. Bəli, təbliğat sözündən də qorxmaq lazım deyil. İnsanlara queer fərdlərin insan olduğunu, ağrı hiss elədiklərini yenidən xatırlatmaq lazımdır. Rüzgarın sadə bir həyat yaşayan sıravi bir gənc olduğunu, bıçaqlananda canının ağrıdığını xatırlatmaq lazımdır. Hər nə qədər dəhşətli səslənsə belə.